ولعن الدائم على أعداء الله من الآن إلى يوم الدين أما بعد وقال الحكيم في كتاب الكريم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Hazreti İmam Hüseyin aleyhisselam, Kərbəla şəhidləri və bugünkü gündə onların hər birinin şəhadət şərbətindən keçdiyi saat, dəqiqələrdir. Allah Əhl-i Beyt sevərlərə səbir, təmkin nəsib eləsin. Başda İmam Əz-Zaman ağa olmaqla siz əzizlər, bütün Əhl-i Beyt sevərlərə Allahdan səbir və təmkin ərz edirik. Xüsusən bu günlər bizim Azərbaycan xalqının da şəhidləri yad olunur və bizim məscidimizdə də şəhid valideynləri iştirak edir. Allah şəhid valideynlərinə səbir versin. Cavan balalarını Allah Peyğəmbər Əhl-i Beyti ilə məhşur eləsin. Bu dualarımızın müstəcabə yetməyinə Peyğəmbər və onun Əhl-i Beytinə səlavat hədiyyə ediyor. Aşura günü nədir? Aşura bizə neyi anladır? Aşura dərsləri, Aşura məktəbi bizi nəyə çağırır? Və biz Aşuradan nə qədər faydalanmışıq, nə qədər dəyərlənmişik. Və Aşura gününün hadisəsinin əsas mahiyyəti neydi və insanlar o günü Həzrəti İmam Hüseyin aleyhisselamın yanında yer almaqla onlar həyat tərzlərində nelər eləyə bildilər. Və onunla üzbəüz dayananlar Kərbəla hadisəsində zalimlərin sırasında onlar neyi itirdilər? Elə bu mövzuda bir neçə dəqiqə danışacağıq və Aşura mahiyyətini Allah nəsib eləsə bir neçə dəqiqə ərzində qısa şəkildə siz əzizlərə ərmağan edəcəyik. Əvvəla Qur'an-ı Kərimdən bir ayəni istəyirəm deyəm. Allah Müteal Qur'anın Maidə surəsinin 32-ci ayəsində buyurur. Allah Müteal buyurur ki, bir insanı öldürmək bütün bəşəriyyəti öldürməkdir. Yəni, Allah insanı xəlq edib, yaradıb, heç bir insanın haqqı yoxdur ki, digər insana zülm eləyə, öldürə və ona əziyyət verə. Qur'anın başqa bir ayəsində Allah Müteal qisas ayəsində bizə xəbər verir ki, bir insan bir insanı döyübsə, o döyülməlidir. Öldürübsə öldürülməlidir, əlin kesibsə əli kesilməlidir və ayənin sonunu Allah bu cür insanlara buyurur. Əgər ölən şəxsin, əli kesilən şəxsin yaxınları, əzizləri o insanı bağışlayarsa, Allah bağışlayanların son bağışlayanıdır. Ayələr bizə xatırladır ki, insan öldürmək, insan qanın tökmək, insana zülm eləmək Allahın nəzərində bəyənilməyən bir əməldir. Allah bu işi bəyənmir. Hətta Qur'anda Allah Müteal buyurur ki, insan özünü öldürə. Allah o insan ki, özünə zülm eləyə, özünü öldürə, onu belə bizə nişan verir. Ayətdə buyurur ki, bir insan özünü öldürsə, onun dünya həyatı bərbad, axirət əzabı isə ona yetişəcək və əbədi olaraq cəhənnəmlidir. Allahın əmrindən çıxmış, Allahın ona verdiyi nemətlərə böyük bir xəyanət etmiş və insan özünə zərər vermiş. Allah da bu işi bəyənmir.
Biz bu ayələrdən nəticə alırıq ki, Allahın sevmədiyi əməllərdən biri insanın özünə zülm etməsi və insanlar tərəfindən digər insanlara zülm olunması və insanları öldürülməsi Allah nəzərində sevilməyən bir əməldir. Həzrəti Adəmdən ta inki dünyanın sonuna qədər nə qədər dünyada müharibələr olub, nə qədər insan qırğınları olub və bir insanın nəticəsində, bir insanın səhv düşüncəsi ilə, bir insanın əməli ilə nə qədər insanlar zülmlərə məruz qalıblar. Kərbəla məktəbinin əsas zalimlərindən biri Yezid lənətullah özü idi və Kərbəla hadisəsini yaradan bu zalim özü idi. Bu zalim insanları, valiləri əsas ki, Kərbəla hadisəsində iştirakçıları hamısını muzla, dünya malı ilə almışdı. Və dünya istəkləri ilə onları özünə cəzb etmişdi. İstər Ömər Səd ola, istər Şimr-i Məlun ola, istər İbn Ziyad ola, bunlar dünyanın istəkləri ilə, dünyada qazanclarla, vəzifələrlə allanılan insanlar idi. Və nəfslərinə uymuş insanlar idi ki, Yezidin əmri ilə bu insanlar bu işi icra edilər. Və həm dünyalarını, həm axirətlərini bərbad edilər. Yezid Kərbəla hadisəsinin əsas başçılarındandır ki, bu işi bütün zalimlərə o sövq eləyir. Zalimlərin də hədəfləri bu işdə sevgi ilə yanaşmaq idi. Yəni, bu, belə desək ki, məcburi deyildi. Misalən, tarixdə Kufənin valisi Nomman idi. Nomman Kufənin valisi idi. Və o Kufədə elə bir hal yaratmışdı ki, insanlar onu sevirdilər, o valini. Və insanların sevgisi Nommana çox idi və Nomman da Əhl-i Beytə hörmətlə yanaşırdı. Yezid lənətullah birinci Kufədə dəyişməkliyin əsas amili ortaya getirir və İbn Ziyadı Kufəyə vali göndərir. Və bununla da Kufə tamamilə dəyişir. Yaxçı İbn Ziyad kim idi? İbn Ziyad qan tökmək, adam öldürməkdə məşhur bir insan idi. Ömər Səd kim idi? Qorxaq adam idi. Amma döyüşlərdə adam öldürməkdə məşhur adam idi. Şimr bu cürlə insan idi. Və Kərbəlada biz görürük ki, Kufədə, Kərbəlada, Şamda Yezid bütünlüklə zalimləri ortaya getirir. Və Kərbəla məktəbi bizə anladır ki, bu yolda, bu zalimlərlə, qorxaqlıqla hərəkətə keçsək, böyük bir zəlalətə, rüsvayçılığa yetişmiş olarıq. Həm dünya rüsvayçılığı və həm də axirət. Dünyada rüsvayçılıq, bax, elə budur. Bütün dünya bu günləri hər yerdə əzadarlıq eləyir. Başda Kərbəla şəhəri, əsas şəhidlərin ziyarətgahlarında yığılan böyük izdihamlar, milyonlarla insan bugün eşq karvanını yada salır. O məktəbi aşılayırlar, o məktəbi anlayırlar və dünya bu günləri zalim və zülmə baş əyməyənlərin dərsini keçir. O zalimlər ki, Peyğəmbər Əhl-i Beytinə zülm elədilər, onlar o zülmə məruz qalsalar, əsl qalibiyyətə yetişiblər. Bugün bütün məscidlər, ibadət ocaqlarında keçirilən məclislər Həzrət İmam Hüseynin məktəbindən bəhrə almaqdır. Bu qalibiyyətin əsas mahiyyəti və dəyəridir. Allah şəhidlərimizi rəhmət eləsin. Hər biriniz burada
iştirak edən insanlar Azərbaycan xalqının müharibədə canlarını fəda edən oğulların şəhadət məclislərində iştirak edən adamlarsınız. İstər 92-ci il hadisələri, istər 44 günlük müharibədə olan şəhidlərimiz və onların cənazələri gəldikdə, o şəhidlərin cənazələri torpağa tapşırılanda, cənazə namazlarında insanların toplum şəkildə bir araya gəlməsi, bir hədəfə xidmət eləməsi bir amili var. Mən qohumum deyil sözü yox idi orada. Mən onu tanımıram sözü yox idi. Yəni, necə tanımıram? Necə mənim qohumumdur? Yox. Hətta bizim dilbər güşələrimiz olan gözəl rayonlarımızdan, uzaq şəhərlərdən şəhid məclislərində iştirak edən insanlar gördüm. Bunları bir hədəfə çağıran bir amildir, şəhadət yolu. Və vətəni yolunda canlı fəda edən oğullarımızı cənazə namazlarında iştirak eləmək, onların ailələrinin yanında olmaq, onlara səbir, təmkin diləmək. Bu yol bizi Peyğəmbər Əhl-i Beytinə aparır. Biz o dərsi oradan almışıq. Çünki Həzrəti İmam Hüseyin əleyhissalamın məktəbində dünyanın hər bir yerindən o məktəbi anlamaq üçün, o məktəbi dərk etmək üçün yetişdilər, gəldilər, iştirak elədilər o məclisdə. Bugün də dünyanın hər bir yerindən İmam Hüseyin ziyarətgahına gəlirlər. Millətindən, irqindən aslı olmayaraq, dinindən aslı olmayaraq, mən xaçpərəs, Yəhudiçilik dinində olan valilər, hətta onların baniləri, nümayəndələri İmam Hüseyin ağanın ziyarətinə gəlir. Yaxşı, bu sevgini yaradan kimdir? Bu isteği yaradan kimdir? Məgər onlar məcbur olublarmı oraya gəlsinlər? Onlara hansısa bir insanlar deyib ki, oraya gəlsinlər? Yox. Bu sevgini yaradan İmam Hüseyin ağa özüdür. Birinci, ikinci isə Allah insanların qəlbinə o eşqi salır. O eşq insanların qəlbinə Allah tərəfindən həvalı olur. Allah insanların qəlbinə mərhəmət hissi yaradıb. Hər bir insanın qəlbində var. Bir neçə gün bundan qabaq sosial şəbəkələrdə belə bir məsələ yazılmışdı. Bu Yezidə yazılmışdı da taleyinə ki, İmam Hüseyini öldürsün. Ömər Səhədə belə bir məsələ yazılmışdı ki, bu işi görməlidir, öz missiyasını belə tamamlanmalıdır. Çox dar bir düşüncə, çox axmaq bir fikir ortaya getirmişdi və tənqid olunmuşdu. Allah Teala ədalət prinsipləri var ki, Allah heç bir insan üçün yazmayıb ki, o zalim olsun. Allah bütün insanların qəlbinə mərhəmət hissi yaradıb. Hər insanın qəlbində bu var. İnsan günah elədikcə, haram işlər gördükcə, üsul-i dindən çıxdıqca, firo-i-din bölümündən çıxdıqca, qəlbin Allahın hərəbini şeytanın hərəbinə çevirir. Və günahlarla doldurduqca, o insan artıq mərhəmət hissləri gedir və günahı üstələyir və günah onun üçün birinci mərhələdə olur. Böyük alimlərimizdən biri insan xüsusiyyətini gözəl xırdalayır və insan fəlsəfəsini gözəl şərh edir. Deyir, insanda 3 xüsusiyyət var. Birinci xüsusiyyət insanda qəzəb halıdır. İkinci qorxu halıdır. Üçüncü şəhvət hissidir. 3 dənə hissiyyat var insanda. İnsan bu hisslərini qaldıra da bilər, insan bu hisslərini öldürə də bilər. Adam var ki, dünyada özünə, hər nə düşən ondan qorxur. Bir dənə balaca hadisə danış, qorxu hissi onda birincidir. Belə deyək ki, balaca bir söz düşən, bunda tərpəndi qorxu hissi. Ses gəlir, qapı döyülür, hələ bu qorxu hissindədir. Hər yerdən qorxur bir Allahdan başqa. Qorxunun içində də qüvvələr var.
İnsan var, qorxu hissi var yalnız Allahdan. Hər nə iş görəndə deyir, Allah görür ha bunu. Bunun bir gün hesabatı var. Bir gün əziyyəti var. Qorxur ki, bunun bir gün cəzası var. Qorxu hissinin içində bir amil də var ki, o ondan irəli gəlir ki, Allahdan qorxur səmimiyyətdən, bir də var qorxur əzabdan. Bir qorxu hissi var ki, səmimiyyətdən ki, Allahın əzabı, giriftarsılığı, böyük bir zülmü var. Qorxur, eləmir. Elə bir, bunu bənzədək belə bir mərhələyə ki, bir ata öz uşağına deyir, eləməginə, döyərəm səni ya. Sənə cəza verərəm ha. Bu bir dənə qorxudur. Amma uşaq da var ki, bu sözü demədən anlayır ki, eləmək olmaz. Heç ona ata deməsə də özün aparmağın yollarını qəşəng bilir. Amma uşaq da var ki, dəliqanlıdır, onu başa sala bilmirsən. Onu yalnız bu cür başa salırsan ki, bu işi görsən, səni cəzalandıracaq. Bu qorxu dünya hisslərindən olan qorxudur. Bu qorxu üçün adama heç nə verməzlər. Amma bir qorxu var ki, Allaha görə, Allahın dünya və axirəti yaratdığı üçün, ona verdiyi neymətlər üçün və o yaşadığı əməllərin hesabatında hər zaman qorxu hissini yaşayır ki, yox, elə yaşayım ki, bir gün Allah huzurunda mən əzaba giriftar olmamaqla yanaşı, onun üzü az ağ baxın və bütün əməllərinə diqqət edir. Və bunun üstündə çox dayanmayaq. İkinci, qəzəb hissidir. Qəzəb hissi görərsən, bu ən çox şeytani xüsusiyyətlər, şeytanın xarakterlərində olan amillərdir ki, insana aludə olunur. Görürsən, adam var ona söz deyirsən, bir dənə söz deyən kim özündən çıxır, başlayır tez reaksiyasını verməyə və bir xeyli keçəndən sonra deyirlər, kişi bu belə deyil, deyir, bəs bunu buraya əvvəldən deyirdilər. Qulaq as bir sözə, sonra öz fikrini bildir də. Adam var, onun qəzəbi üzdədir, tez qəzəblənir. Amma insan da var ki, qəzəblənir nəyə görə? Qəzəblənir o hallara görə ki, o hallar Peyğəmbər, Əhl-i Beyt, Quran var o yollarda və o yollarda hansısa bir sözü dedikdə onlara qəzəblənir. Buna Peyğəmbərimizin Əhl-i Beytindən bir nümunə getirin. Həzrət Əli əleyhissalam Əmr ibn Əbdəvi ilə dava edir. Müharibədə, cəngidə biri ilə müharibə eləyirlər. Əmr ibn Əbdəvidi salır atdan yerə, yıxılır. Həzrət Əli əleyhissalam artıq bunu öldürmək həddindədir. Əli əleyhissalama baxır belə, üzünə tüpürür. Əli əleyhissalam qalxır ayağa. Qalxır ayağa, qılıncını verir ona və çəkilir kənara. Kənarda dayanan sərkərdələr deyir, ya Əli, niyə öldürmədin bu sərkərdəni? Bu sənin əlindəydi, bunu öldürmək, indi şans yarattın ona. O tezədən sənə tərəf qayıdır, səninlə döyüşür. Deyir, mən bilirəm. Və döyüşür Əmr ibn Əbdəvidi. Öldürəndən sonra deyirlər, ya Əli, bu döyüşdə bu nə mərhələ idi sən ortaya getirdin? Deyir, mən onu öldürmək mərhələsini, o mənim üzümə tükürdü. Əgər mən onu öldürsəydin, qəzəbimə görə öldürərdim. Mən hissləndim də. Qəzəbimə görə öldürərdim. Mən isə döyüşmürəm özümə görə. Mən Allaha görə döyüşürəm. Mənim işlərim odur. Allahdır. Özümə görə mənim oyuna nə işim var? O kimdir ki, mən oyuna mübarizə aparım? Burada hədəf Allahdır və Allahı insanlara tanıtdırmaqdır. Bu isə şeytanın balasıdır ki, insanları azdırır. Görürsünüz, hədəf nədir? Qəzəb hissini necə boğur? Necə öldürür? Hədəfi Allahdır. Və insan da gərək qəzəb hissini belə öldürər. Şeytanla hər zaman mübarizə apara və ona əyilməyə, qəzəb hissini öldürməklə Allahın layiqli bəndəsinə insan çevrilə bilər. Hərdən belə hallar olur, fikir vermişsiniz. 2 nəfər dava edir. Ortaya girən adamlar bunları ayırır ki, eləməyin də, bu müharibədir, bu davadır, eləməyin. Nə olub, neyi bölə bilmirsiniz.
Axırda o həddə gəlib çatacaq ki, özünüzə ziyan vuracaqsınız, biriniz zindana, biriniz qəbrə gedəcəksiniz. Deyir, çəkilin nə kənarı? Yox, mən onu öldürməsəm, mən çəkməyəcəm. Mən onu eləməsəm, yaxşı bir adamlar çəkildi kənara. Bu işi görəndən sonra iş hala gəlir çatır. İş o yerə gəlir çatır, vurur, öldürür həmin adamı. Sonra da bunun məhkəməsi qurulur. Məhkəmədə deyirlər ki, indi peşmansan, deyir, bəli. Orada deyirdilər, axı sənə peşmansan da, sən ayıl da bundan. Qəzəb üstüvü öldür də, bir çəkil kənara. İndi deyirsən peşmansan, artıq bilirsən ki, 15 il səni cəza gözləyir. Yəni, insan qəzəb hissin öldürsə, çox şeylərə nail olacaq. Çox mərhələlərə nail olacaq. Və bu qəzəb hissi idi ki, Kərbəlada Yezid lənətullah Ömər Sədi Şimri ortaya getirdi. Onun qəzəbi İmam Hüseynlə bahəm Peyğəmbərə qədər idi. Allah lənət eləsin, deyirdi ki, Kərbəla hadisəsindən sonra, bugünkü gündən sonra gördünüz mən Kərbəlada nələr elədim? Mən ata-babalarımın qisasını gördünüz necə aldım? Onları necə divan çəkdirdim? Lənətullah bunu deyirdi. Xanım Zeynəb salamullaha bunu deyirdi. Xanım Zeynəb deyirdi ki, mən inni rəeytu cəmila, mən gözəllikdən başqa heç nə görmədim Kərbəlada. Bu söz Yezidi daha da qəzəbləndirirdi. Daha da hirsin çoxaldırdı. Onun üçün bu hissdən sonra üçüncü his insanda şəhvət hissidir, eyşi işrət hissidir ki, insan bu hisslə də dünyanın əyləncələri ilə, dünyada gezməklə, eyşi işrət keçirməklə axirət hissləri insandan gələcək. Bu hisslər insanda bir toplum şəkildə qərar tapsa, insanda mərhəmət hissi öləcək. O ki, dünyaya bağlandı, qadınlarla əylənmək, qadınlarla eyş-işrət keçirmək, cəhalət, günah və eynən zamanda qəzəb hissi, bunlar hamısı bir yerdə olsa və nəticədə mərhəmət hissi çıxıb gələcək və nəticə Kərbəla kimi hadisələr yaranacaq. Və onlar, necə ki, bugün də böyük bir hücum var Kərbəla məktəbində, görürsünüz, cürbəcür fikirlər irəli sürürlər. Nə üçün biz Xocalı şəhidlərini yad eləmirik? Nə üçün biz Qarabağ şəhidlərinə 40 gün yenə də yaz saxlamırıq? Belə bir hücumlar başlayacaq və o hücumların cavablarını özləri də bilirlər və o Kərbəla məktəbini insanların gözündən aşağılamaq üçün bu həddlərə əl atacaqlar. Allah isə 1485-86 ildir bu tarixi hadisəni insanlara yad edir. Bu bugünkü məktəb deyil, dünənki məktəb deyil. Artıq 14 əsr, 15-ci əsri yola salır bu tarix. Və illər keçəcək bu tarixi Allah insanlara yad elətdirəcək. Bu tarixi sən, mən iştirakçısı olsaq da, bunun əsas səbəbkarı Allah özüdür. Allah özü bizim qəlbimizə bu mərhəməti salıb və bizi bura çağırıb, bizi bu məclisdə iştirak eləməyə sövq eləyib. Hər bir insan üçün bu məclis həyatının önəmli bir dəqiqə saatlarıdır. İnsan gərək bu saatların dəyərlərini, bu saatların dəqiqələrinin qədərini, qiymətini bilər. İnsan həyatı üçün çox önəmli bir məktəbdir Aşura günü. Bir dənə baxın, görün, Aşuranı necə insanlara təlqin edirlər. Aşura günü Yusif zindandan qurtardı. Aşura günü Nuhun gəmisi dayandı. Aşura günü Yunus balıqdan qurtardı. Görürsünüz, hara çəkirlər Aşuranı? Hansı hədəflərə çəkirlər? O tarixi hadisələr o illərdə deyilmirdi, necə oldu bu hadisələri gündəmə gəldi? Bu Peyğəmbərlərin hadisələri gündəmə gəldi, tarixi ortaya getirdiniz. Bütün məsələləri deyir, amma bir dənə demir ki, İmam Hüseyin şəhid olub Aşurada. Yadına Yusif düşüb, yadına Yaqub düşüb. İmam Hüseyin hadisəsini demir. Ne üçün? Çünki mərhəmət hissi yoxdur bunlarda. Bu insanların qəlbində mərhəmət hissi yoxdur. Onun üçün
o hadisələri dillərinə getirib danışmırlar. Və o hadisələrdə əgər birdən özləri orada olsaydı, onlar elə zalimlərin yanında olsaydılar. Peyğəmbərlərin hadisəsini yad eləməklə Peyğəmbərlərin missiyasını tamamlayan şəxsiyyəti yad eləmir. O Peyğəmbərlərin missiyalarının son nöqtəsini Həzrət İmam Hüseyin vurdu. Onları tanıtdırdı. İmam Hüseyin əleyhissalam olmasaydı, hədəflər bir mərhələ idi. Bütün nübüvvət aləmində olan hadisələr yaddan çıxsın. Baxın da, Həzrəti Yusufun elə öz ailəsi oyuna mübarizə aparırdı. Öz qardaşları onu bəyənmirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm dini dəyərləri ortaya getirəndə öz ətrafı, əmsi oğlanlar ona qarşı çıxırlar. Allah isə nə deyir? Allah Peyğəmbərə deyir, ya Peyğəmbər, səbir və təmkinlə sən bu mərhələlərdə ən böyük ali məqamlara çatacaqsan. Və bu yolda səbirli ol günə. Allah səni seçib, insanların içərisindən səni bəyənib və bu yolda səbir, təmkinlə insanlara davransan, Allah səni ali zirvəyə çatdıracaq. Bugünkü gündə, dünənki gecədə nə qədər İmam Hüseyin əleyhissalama gəldilər, dedilər, ya Hüseyin, bəlkə sən Kərbəlada iştirak eləməyəsən. Bəlkə Yezidlə amannamə alasan, onunla razılaşasan. Bu sözlər bir hədəfə qulluq eləyir. İmam Hüseyni bu yolda qorxudmaq, onu çəkindirmək şeytan tərəfindən olan amil. İkinci isə İmam Hüseyni o insanlar ki, nəfslərinə uymuşdular, İmam Hüseyni də o hədəfə aparmaq idi. Allah Quranda buyurur ki, raziyyətən mərziyyə. Elə nəfs ki, Allah ondan razıdır. Həzrət İmam Hüseyin əleyhissalamdan Allah razı idi. Fədxulu fi ibad vədxulu cənnə. Allah buyurur ki, bu şəxslərin yeri cənnətdir. Daxil ol mənim cənnətimə, Allah deyir. Allah yolunda canını fəda eləyənlər üçün Allah bunu deyir. Onların məqamı cənnətdir. İndi hədəfi ora getirirəm ki, deyirlər, cənnətə gedən adam üçün ağlamaq lazım deyil. Cənnətə gedən adam üçün gülmək lazımdır. Gülək ki, bu adam cənnətə getdi. Bəli, gülmək lazımdır, amma sevinmək lazımdır, amma necə getdi bu cənnətə? Bu, hansı hədəflərə xidmət elədi? Hansı zülümlərə məruz qaldı? Cənnət asançılıqla əldə olunur. Elə cənnəti ki, o cənnət zülümlə, əziyyətlə əldə olundu. Onun üçün şəhidlik məqamı elə belə məqam deyil. Şəhidlikdə birinci insanda qeyrət, ikinci şücaət, üçüncü özünü bir halda ki, Allaha təqdim eləyək ki, mən sənin yolunda canımı fəda edirəm. Burada mənim məqsədim, məramım yoxdur. Və o yolların içərisindəki insan canını fəda eləyir, insan ki, o halətə salınır, bu gülməli hal deyil. İmam Hüseynin bütün sinəsi, bütün qolu, bədəni, yar, ənsarı hamısı doğranılmışdı. Kərbəlada onlar hamısı zülmə məruz qalmışdı. Peyğəmbər Xuda sallallahu aleyhi və səlləm Məkkiyə fəth eləyəndə Peyğəmbər hamısını əfv eləmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin əmsini öldürən o Hində qadın Məkkədə idi. Vəhşi də Məkkədə idi. Vəhşi Peyğəmbəri görürdü, qaçıb gizlənirdi. Peyğəmbər onun üçün xəbər göndərdi ki, gəlsin Peyğəmbərin yanına. Peyğəmbərin haqqı var idi, diyə deyilən bir haqq var. O da onu öldürə bilərdi. Çünki onun əmsini öldürür. Artıq Peyğəmbər Məkkəni fəth eləyir. Peyğəmbərin haqqı var idi, öz əmsinin qisasını alsın. Allah heç kimə göstərməsin, bir adamın əzzini bir adam öldürübsə, onun haqqı var. Düzdür, bugün qanun vericilikdə onun cəza hökmləri kesilir.
Amma görürsən zamanlar olub ki, öz qisaslarını alıblar. Peyğəmbər onu çağırdı. O adam qorxunc halda gəldi vəhşi. Peyğəmbər Xuda dedi, ey vəhşi, necə oldu sən mənim əmmimi öldürdün? Əmmim sənə nə eləmişdi ki, sən onu öldürdün? Dedi, mən Hində qadın tərəfindən, Əbu Süfyan tərəfindən əmr almışdım. Yaxçı döyüşdə bir kişi ilə mübarizə aparırsa, biri ölər, biri öldürər. Sən mənim əmmimi öldürmüşdün, amma onun cigərləri yox idi, onun ürəyi yox idi. Onun bədən əzaları doğram idi. Mən onu bilirsən, ey vəhşi, nə əziyyətlə dəfn elədi. O mənim sevimli əmim idi. Mən onu çox istəyirdim. Sən mənim istəyimi əlimdən aldın. Sevgimi əlimdən aldın. Mən anamı uşaq ikən itirdim. Atamı uşaq ikən itirdim. Babamı uşaq ikən itirdim. Mənim qayğım, dəyərim, böyüklərim onlar idi. Sən onu o hala niyə salmışdın? Tarix belə yazılır. Deyir, mənə Hində qadın dedi ki, lənətullah Əbu Süfyanın arvadı Yezidin nənəsi. Görün, bunların qisasları hardan başlayır? Deyir, mənə Hində qadın dedi ki, onu öldür, sənə bu qədər pul verərəm, ipək verərəm və onun cigərlərini çıxart, ürəyini çıxart, pişir, mən yiyim. Görün, insanda zalimlik nə qədər, hansı həddə gəlib satır. Ciyərin çıxart, mən yiyim. Vəhşilikin son dərəcəsinə bax. İnsan əti yiyər. İnsan cigərin yiyər. İndi burada sual eləyirəm, möhtərəm möminlər. Yeziddə mərhəmət olardı. Onun nənəsi adam əti yemişdi, cigər yemişdi. Allah onun üçün belə yazmışdı. Nənəsi üçün, babası üçün belə yazmışdı. Cigər yiyən adam məlumdur ki, sonda zalim olacaq. O silsilə ki, gəlir, nənə də, baba da, oğul da, ondan sonra gələn silsilələr o qanı daşıyırlar, o yükü daşıyırlar. Belə söz eşitmişsiniz, biz burada əyləşənlərin əksəriyyəti kənd adamlardır. Deyir, vaxtı ikən babaları eləyib, bax, bugün onun balaları çəkir. Vaxtı ikən böyükləri eləyib, bugün balalar belə işləri görür. Çünki onun irsi nəslindən gələnlər hamısı günahkardır. Hamısı silsilə xarakterini daşıyır. Və o zalim ki, bu işləri görmüşdü, Allahın ona da verdiyi mərhəməti o itirmişdi. Onun üçün Allah müteal buyurur ki, əmmarə, nəfsi əmmarə şərri onlarda idi. Raziyyətən mərziyyə fədxulu fi ibad. İmam Hüseyin əleyhissalam deyir. Bu insanlarda yalnız mərhəmət var idi. Bu insanlarda yalnız rəhm var idi. Bu insanlar yalnız sevgi ilə, insanlara qayğı ilə yanaşırdılar. Mən dünən Şam-ı Qəriban gecəsində dedim, İmam Hüseyin o qədər bu insanlara qarşı mərhəmətli idi ki, o qədər o insanları qoruyurdu ki, Şam-ı Qəriban gecəsində Tasua günü, 9-cu gün bütün o məktubları İmam Hüseyin yandırdı. Hamısını yandırdı. İmam Hüseyin əleyhissalama Əbəlfəzl Abbas deyir, nə inirsən ya Hüseyin, bu işi nə üçün görürsən? Dedi, mən bilirəm, sabah ki mən şəhadət şərbətindən keçəndən sonra bu məktublar ortaya gələcək. Kufənin cəmaatının yazdığı məktublar, hərə bir cür yazıb İmam Hüseyini çağırırdı. Dedi, bunlar Ömər Sədin, İbn Ziyadın əlinə keçən kimi, bunlar bu məktubları Şama göndərəcəklər. Yezid lənətullah da açacaq məktubu oxuyucu, filan kəs Yezid sevmir, İmam Hüseyin sevir, öldürün onu da. Filan kəs İmam Hüseyini istəyirdi, məni istəmir, yalandan mənim yanında yer alıb, onu da öldürün. Bütün məktub yazan insanlar ki, tarixdə var, 50 min, 100 min, 150 min də deyirlər, hamısını yandırdı İmam Hüseyin. Bax, bu mərhəmətin ən bariz nümunəsidir ki, onları qorudu.
onları ölüm dəryasından qurtardı. Onsuz da ölümdən qorxurdular. Onları ölüm dəryasından qurtardı, onları Yezidin zülmündən qurtardı. İmam Hüseyndə belə bir mərhəmət var idi, belə bir sevgi var idi. Çünki Peyğəmbərin balası idi. Peyğəmbərin nəfəsi ilə, Peyğəmbərin sözü ilə, Peyğəmbər elə belə söz demirdi, Hüseyn məndən və mən də Hüseyndənəm. Məni sevən onu sevmiş, mənə düşman olan onunla düşman olmuşdur. Bu Peyğəmbərin elə belə sözləri deyildi. Peyğəmbər Aşura haqqında dediyi bir söz var. Deyir, hər kim mənim balama kömək etdisə, Allah və mən də şəfaətçi olacağam onlara. Hər kim mənim balama dəstək verdi, kömək etdisə, Allah və mən o insanlara yardım edəcəyəm. Onları sıxıntıdan, əziyyətdən qurtaracağam. Onların ən çətin mərhələsi olacaq. Onda bütün əzizləri onlardan qaçacaq və biz onlara tərəf gələcəyik. Bizim hər birimiz bugün bu əzadarlıq məclisində iştirak eləməklə Hz. İmam Hüseyn əleyhissalamın əzadarlığında zalimə lənət oxuyub, Hüseynə tərəfdar olmağımızı nümayiş elətdirməklə həqiqətən Hüseyn sevər olmaqla bir gün İmam Hüseyn əleyhissalamın yanında Allahın izni ilə öz yerlərimizi taparıq. Çünki bugün o zalimlər ki var, Hz. İmam Hüseyni sevməyənlər, onlar işi kənardan baxırlar, biz bu əzadarlığı eləməklə bütün zalimləri, bugünkü zalimləri də, Yezidləri də, şeytanları da öldürmüş oluruq. Biz öz əməlimizlə Peyğəmbər Əhl-i Beytini, sevgisini sərkardan insanlara sərgüzəşt edib göstərmək deyil. Bugün dünya hamısı İmam Hüseyn məktəbini insanlara nümayiş elətdirir və onun qəhrəmanlığını, onun Kərbəlada şücaətini, onun əzizlərinin özünün qeyrətini nümayiş elətdirir. Və dünya bütünlüklə bilir ki, zülm olunan tərəf hansı tərəfdir? Azərbaycan xalqı bunu yaşamış insanlarıq biz. Biz bunu görmüş insanlarıq. Bir var hadisələri tarixdə oxuyasan, bir də var bunu yaşamışıq, biz görmüşük. Allah sizə ömr ətələsin, cavanlarımıza, siz əzizlərə, burada axsaqqallarımız var. Bizim Xocalı faciəmizi, Xocalıda olan soyqırım hadisəmizi necə təlqin edirdilər, necə nümayiş elətdirirdilər. Deyirdilər ki, belə bir məsələ olmayıb, belə bir hal olmayıb, uşaqlar öldürülməyib, böyüklərə zülm olunmayıb, dinc əhaliyə zülm olunmayıb. Amma Allah bunları ifşa elədi. Kimin vasitəsilə? Allah Çingizi rəhmət eləsin. Çəkdi kadrları, dünyaya bəyan elədi ki, necə olmayıb bu hadisə? Bu hadisə olub, özü də hadisələr budur. İnsanlar, dinc əhali, yaşlı, qoca, cavan, uşaq, hamısı öldürülüb, onların gözləri çıxarılıb, qulaqları kesilib, qadınlar zülm olunub, ana bətnindən uşaqlar çıxarılıb, ən böyük vəhşilik olunub. Və bu zülm hansı tərəfə olunub və zülmədən tərəf kimdir? Zalimin zülmü sonda özünə böyük bir bəla getirəcək. Adamlara zülm eləyir, insanlara zülm eləyir, dinc əhaliyə zülm eləyir, uşaqlara zülm eləyir, hədəfi hara getirir? Hədəf gəlir, çatır Allah. Allah evinə başlayır sataşmağa. Getirir Allah evinə, Allahın bəyənmədiyi heyvanları salır. Deyir, mən belə eləyirəm. Və zalim, belə başlayır zalim olur. Heyvanlar sallanandan sonra Allahın son anda necə ki, Kəbə evini Əbrəhə, o zalim ki, dağıtmaq istəyirdi, əbabil quşları ilə Allah qorudu, Allah neynədir? Əbabil quşların timsalında dronlarla da onları məhv elədi, o zalimləri. Görürsünüz, tarix necə yeniləndi? Tarix necə yeniləndi? Allah özü qoruyur, dəstək verir zalimləri, məhv eləyir, zülmə məruz olunan, zülm çəkən insanlara dəstək olur. Bir elmi hadisə
texnologiya ortaya getirir, onun vasitəsi. Əgər o da olmasaydı, Allah yenidən əbabil quşları göndərərdi. Sadəcə o əbabil quşları bir dənə mesajdır. Ayıl, belə bir işi görməklə zalim üzərində qələbə çala bilərsən. Onun üçün mərhəmət o insanlarda yox idi. Çünki onlar artıq itirmişdilər mərhəməti. Onlar Peyğəmbər əhl-i beytinə zülm eləyirdi. O silsilə xarakterli insanlar hələ də yaşamaqda var. Bugün hədəflər İmam Hüseynə əgər yetişirsə, hər bir mömin, əhl-i beyt sevən bilməlidir ki, o İmam Hüseynlə mübarizə aparmır. O sənin də, mənim də əzizlərimlə, şəhidlərimlə mübarizə aparır. Çünki bizim əzizlərimiz, bizim şəhidlərimiz o məktəbdən qaynaqlanıblar. O hallardan qaynaqlanıblar, gəlib böyük bir qəhrəmanlıq səlnaməsi yazıblar hərəsi. Onların haqqında da illərlə danışacaq, yüz illərlə söhbət ediləcək ki, Azərbaycanın suverenliyi uğrunda, torpaqlar uğrunda canlarını fəda edən necə gözəl uşaqlarımız şəhadət şərbətindən keçdilər. O məktəb İmam Hüseyndən qaynaqlanır və əgər bugün İmam Hüseynə söz deyilirsə, bilin o uşaqlara da söz deyilir. O uşaqlar haqqında da fikir, düşüncələr tamam fərqlidir. Çünki məktəb yol bir elədir. Onun üçün İmam Hüseyn hərəkatında, İmam Hüseyn məktəbində insan öldürmək, adam öldürmək, Qur'anın təbliğ ilə desək, bəşəriyyəti öldürməkdir, insanlığa zülm etməkdir. İmam Hüseynin Tasua gecəsində bir sözü var, bir hədəfi var. Deyir, bu günləri Yezid kimilər hakimiyyətdən geçsin, kim gəlir gəlsin hakimiyyətə. Hansı insan olursa olsun, Əhl-i Beyt, Peyğəmbər, Qur'anı qoruyan bir insan olsun və bu məktəbləri, bu dəyərləri sevmiş insan olsun. Əgər biz də ona beyət eləsək, bugün artıq onda İslamın Fatihəsi oxunsun, bütün dinlər təhrif olduğu kimi İslam da təhrif olacaq. Belə bir söz var, İmam Hüseynin Kərbəlası, onu ziyarət etmək Kəbədən üstündür. Bunu çoxları hədəfə alıb ki, Kəbə nə danışırsan? Bizim qibləmizdir, Quranda ayət var Kəbə haqqında, Kəbəni ziyarət eləyin, o evi tənha buraxmayın, tək buraxmayın. Necə ola bilər İmam Hüseyin? İmam Hüseyin Kəbəni qoruyub, möhtərəm möminlər. İmam Hüseynin hərəkatı Məhərrəmdə başlamayıb. Artıq Zilqədə, Zilhəccə ayında bu hərəkat başlayır. İmam Hüseyin Kəbə evinin ehtiramını saxlayır və oradan yarımçılıq çıxır, Kəbə evində Kəbə ziyarətini yarımçılıq qoyur və o evin ehtiramını saxlayır. Yezid lənətullah isə əmri bu idi ki, harada Hüseyni görsəz orada öldürün onu. Orada onu qətlə getirin. Və bu hərəkat ondan başlayır. Onun üçün İmam Hüseyin Kəbəni qoruyur, Kərbəlada şəhadətə çatır. Amma İmam Hüseynin məqamını Allah bu cür deyir. Deyir, həqiqətən Hüseyin Allahın yer üzərində sevdiyi bir işi gördü. Kəbəni Allah qoruyur, İmam Hüseyin qoruyur. Allahın istədiyi bir işi görür və Allahın beytini qoruduğu üçün Allah deyir, ya Hüseyin, sənin ziyarətin Kəbə evindən onun üçün üstündür ki, həm canından, həm malından, həm evladından, həm əzizlərindən, həm öz vacib olan ziyarətindən belə keçdin ki, Allahın dəyərləri yer üzərində qoyduğu qanunlar itirilməsin. Kəbə evinin öz məqamı var, Kərbəlanın öz məqamı var. Amma bu, belə bir mərhələdir ki, insanlar Kərbəlaya boruzludurlar ki, Kəbə var bu günləri. Elə bilirəm, başa sala bildim ki, yəni Kərbəlanın məqamı nə qədər böyükdür. Ona görə biz Kərbəlada Həzrət İmam Hüseyin əzadarlığında o əzadarlığı, o insanlara olan hadisələri aşılamaqla biz Kərbəlanı sevməklə Kəbəni sevmişik. Kəbəni sevməklə Qur'anı sevmişik. Bunlar hamısı bir-birinə zəncirvarı bağlı olan amillərdir. Qur'anı sevməklə Peyğəmbər, Peyğəmbəri sevməklə Allahı sevmişik. Əgər bunların birinə ziyan gələrsə, bilin ki, bütünlüklə hamısına ziyan gəlir.
birinə bir xətər toxunarsa, bilin hamısına xətər toxunur. Onun üçün Peyğəmbər balası üçün çox ağır bir hal bugün o idi ki, Aşura günü. Peyğəmbərimizin əziz balası Həzrət İmam Hüseynlə üzbəüz dayanan qarşı tərəf dilində Allah deyirdi. Qılınc qaldıranda Allah deyirdi. Ox vuranda Allah deyirdi. Amma hansı Allah'a çağırırdı bunlar? Tarix boyu İslam'a nə qədər ziyanlar vurublar, nə qədər zərbələr vurublar. Peyğəmbərimizdən bu günə qədər 1448 ildir. 48-ci il daxil oldu. Nə qədər Peyğəmbər əhl-i beytinə, Peyğəmbərin dininə, müqəddəs kitabımıza, Peyğəmbərin gah karikaturalarını çıxartdılar, gah Peyğəmbərimizə lazımsız sözlər dedilər. Quran haqqında ayələri başqa tərzdə insanlara çatdırın. Bunların hamısının qabağını alan nədir? Quran. Quran-ı Kərim bu sözlərə bir dənə cavab verir. Allah buyurur Quran-ı Kərimdə ki, ya Peyğəmbər, sənə şair də deyəcəklər. Ya Peyğəmbər, sənə məzlun da deyəcəklər. Sənə dəli də deyəcəklər. Amma düşüngünən ki, onlar bu sözləri deyəndən sonra onlara bir söz deyinəm. Əgər mən şairəm, mənim şeirlərimə bənzər bir dənə şeir deyin də. Mən dəliyəm, mənə oxşar bir hərəkət eləyin də. Mən məzlunam, ona oxşar bir hərəkət eləyin də. Heç birini nümayiş elətdirə bilməzdir. Çünki Quran-ı Kərim elə bir müqəddəs kitabdır ki, o kitabın hökmləri Allah deyir qiyamətəcən davam edəcək. O kitab dəyişilməyəcək. O kitab hökmləri daimi qalacaq. Çünki o kitabı ortaya getirən Allah mütəal bilir Peyğəmbəri var və bilir onun əhl-i beyti o yolda sabit qədəmdir. O yolda dəyişməzdir. İmam Hüseyn hərəkatı bilirsiniz hardan başlayır? İndiki deyirlər, Yezidə bu cür, İmam Hüseynə bu cür yazılmışdı. Həzrət İmam Hüseyn əleyhissalam hələ uşaq idi. Gəldi, yetişdi bir yerə ki, gördü ki, məclis qurulub, məclisdə bütlərdən danışırlar. Bütlərin gözəlliklərindən, bütlərin hökmlərindən danışırlar. İmam Hüseyn başladı orada bütləri pisləməyə, Allahı tərif eləməyə. Bu yolu kim gedib birinci? Quran yolu ilə desək, təbili ilə desək, bütləri dağıdan yer üzərində birinci Həzrət İbrahim olur. Bütləri sındırıb və sonuncu bütün başını qılıncı saxıb, Allah da deyib ki, ya İbrahim, sən həqiqətən mənim dostumsan ki, sən bu zalimlərlə bu boyda böyük bir mübarizə aparmısan. Elə belə iş deyil, ha? Nəmrudla mübarizə aparmaq elə belə məsələ deyil. Və onun bütxanasını dağıtmaq və o cür halda ki, sənin artıq ordun yoxdur, ətrafın yoxdur ki, sən onunla mübarizə aparsın. İbrahim qorxmadan bu işi görür. İmam Hüseyn əleyhissalam uşaqdır, görür, bütxanadan danışırlar, bütün tərifindən danışırlar. Başlayır orada mübarizə aparmağa. Bütpərəstlər çaşıb qalırlar. Nə deyirlərsə İmam Hüseyn onlara cavab verir. Quranla cavab verir. Tarixdə var ki, Həbib ibn Məzahir deyir, mən orada Hüseyni çox sevdim ki, bir cavan uşaq bu qədər insana cavab verir. Hüseynin şücaətini, qeyrətini, Allaha olan sevgisini oradan hiss elədi. Ki, bu elə belə adam deyil. Bir uşaq ola ki, bu cürünə sevgi sərgüzəştə eləyə, göstərə. Elə bu yaxında dünənki və ondan qabaqki sosial şəbəkələrdə mən o uşağa çox dəstək verdim, dedim ki, halaldır bu uşağa. Dedi, nə oldu? Deyirsiniz, İmam Hüseynin aşurasını demirsiniz. Yusifi zindandan qutarmağını deyirsən, Yunisi deyirsən, hədəfin axırı var da, nöqtəsi var, onu heç demirsən. İmam Hüseynin
Kərbəlasını heç demirsən ki, Aşura günü o əhləyalı ilə canından keçdi. Bunu niyə demirsən? Hədəf odur, amma başqa sözləri tez deyirsən. Neyinib sən İmam Hüseyin bunu demirsən? Sən niyə xidmət edirsən? Sənin qəlbində olan sevgin kimə də göstərirsən onu? Məgər onlar məzlum deyildilər. Onlar məzlumiyyət yetişmədilər. Onlar zülmə məruz qalmadılar. Bunlar zülmdən qurtardılar. Amma o isə zülmə məruz qaldı. Deyirsən, Yusif zindandan qurtardı. Qurtardı da zülmü. Yunus balığın qarnından çıxdı. Çıxdı, amma zülmə məruz qalan İmam Hüseyin oldu. O şəhadətdən keçdi, o canını fəda elədi. Bunlar xilas oldular. Onun üçün onlar bayram edir. Və o yolu seçib bayram edirlər. Onlar İmam Hüseyin tərəfdarıdır. O şəhadətə sevinməyin hədəfi budur. Möhtərəm möminlər. İmam Hüseyin əleyhissalam Kərbəlada hər neyi var idisə verdi bir hədəfə xidmət eləmək üçün. Allah və müqəddəs Qur'an-ı Kərim. Qur'anın yaşanması, Qur'anın insanlara olduğu kimi çatması və bütün nübüvvət aləmini Həzrət İmam Hüseyin ağa qoruyur. Bugünkü gün tarixdə var ki, bütün yar-ı ənsari Həzrət İmam Hüseynin gözünün qabağında şəhadət şərbətindən keçir. İmam Hüseyin əleyhissalam bacısı xanım Zeynəbə nişan verir. Ya Zeynəb, mənim o köhnə paltarlarımı getir ginə. Xanım Zeynəb deyir ki, bu sözü deyəndə mənə pərişan oldum. Mənim əziz qardaşım bu köhnə paltarları neydir? Əynində gözəl libas, Peyğəmbər balasının gözəl libası, bu köhnə paltarları neydir? Dedi, ya Zeynəb, ged o paltarları getir. İmam Hüseyin ağa giyinir o paltarları, köhnə paltarları. Xanım Zeynəb deyir, baxdım belə, dedim, qardaş, neynirsən sən bu paltarları? Bu köhnə paltarları niyə giyinindin gözəl paltarların üzərində? Dedi, ya Zeynəb, mən bilirəm. Elə ki, Kərbəlada mən şəhadətə çatsam, yetişdim Kərbəlada şəhidliyə. O zalimlər mənim əynimdə olan giyimlərə belə göz tikəcəklər. Onları da bədənimdən çıxaracaqlar. Onlar bu cürlə nəfslərinə qul olublar. Onlar nəfslərinə belə uyublar. Mənim əlimdə olan üzgüm, mənim əlimdə olan qılıncım, giyimim onlar üçün tamahdan başqa bir şey deyil. Onlar mənim giyimimə də göz tikəcəklər. Görün, zalimlər nə qədər nəfsinə qul olmuşdular. Xanım Zeynəb deyir ki, Allah şahiddir ki, mən bu hadisələrə necə səbirlə dözürdüm. Bir insan, bir bacıya, qardaş belə bir sözü deyə, nə qədər ağırlacılı bir hadisədir. Elə ki, deyir, o paltarları giyinəndən sonra İmam Hüseyin əleyhissalam baxdı, deyir, bir xeymələrə və mindi öz Zülcənahına. İmam Hüseynin atının adı Zülcənah idi. Öz atına səvar oldu və üzün çevirdi, arxaya gördü, nə Əbəlfəzl Abbası var, nə Əli Əkbəri var, nə Ovsəzəsi var, nə Cənab-ı Qasimi var, hamısını itirib. Hər bir şeyini, bütün neyi varsa sərkərdələri, əzizləri, yaxınları, dostları, səhabələri hamısını itirib. Və İmam Hüseyin meydana qədəm qoydu. Qədəm qoyduqda bir söz deyir. Deyir, ey cəmaat, bilin, mən Həzrəti Rəsul-i Əkrəmin nəvəsiyəm. Mən Həzrəti Xədicə-i Kübranın nəvəsiyəm. Mən xanım Zəhra Salamullahın balasıyam. Əli əleyhissalamın oğluyam. Mənim qardaşım İmam Həsəndir. İmam Hüseyin yalvarır bu sözləri deməkdə. Xeyr. O zalimlərə tan atdırır ki, mən kiməm? Sabah deməyin ki, siz müharibə apardığınız, cəngə gəldiyiniz, döyüş apardığınız adamı biz tanımırdıq. Bu son əmr bir mərufdur.
Mənim bütün yar-ı ənsarımı siz öldürdünüz. Mənim Əli Əkbərimi öldürdünüz. Cənab-ı Qasım mənim qardaşım balasıydı, onu öldürdünüz. Əli Əsgər mənim son evladım idi, körpəm idi, onu öldürdünüz. Və bilin ki, siz Peyğəmbər Əhl-i Beytini öldürmüsünüz. Elə ki, bu çıxışda İmam Hüseynin Ömər Səhd dedi ki, nə qədər hadisəni yuvadmayın, onu tezliklə şəhadət şərbətindən keçidin. İmam Hüseynin səsinə bilirsiniz kim haray verdi? Bu səsə zalim yox. İmam Hüseynin əziz qızı xanım Səkinə. O Səkinə ki, 3 yaşı var idi. Qaçdı deyir ardınca, qışqırdı, ata, dadı yetişkinə. Ata bir yetişkinə, diyanginə sənin sözün var. Ata, hara gedirsən sən bu sözləri ki deyirsən? İmam Hüseyin üzünü çördü, gördü balası xanım Səkinə. Qızım, ne istəyirsən? Düşdü Zülcanahıdan yerə, dedi, ay ata, sən hamısı ilə görüşdün. Hamısı ilə vida elədi. Amma məni ilə görüşmədin, ay ata. Bizi hara qoyub gedirsin? Dedi, gedirəm, qaydacağam qızım. Qız uşağı həmişə sevgidə atıya çox olar. Dedi, qaydacağam mənim əziz balam. Dedi, hara qaydırsın ay ata? Əmim Əbbas getdi, gəlmədi. Qardaşım Əli Əkbər getdi, gəlmədi. Bütün xeymələrdə olan insanlar hamısını çağırır, ahı-nalə eləyir. Ata, məni tək qoyub hara gedirsən? Həzrət İmam Hüseyin ağa bilmədi bu cavan körpəsinə, balasına nə dedi? Dedi, ata, mənim səndən bir iltimasım var. Bir də nə istəyim var? Nədir qızım, ya Səkinə? Deyir, məni bas bağırına. Son anda mən sənin ətrini doyunca alım. Mən bilirəm ki, bundan sonra hər ilimi, hər yaşadığımı mən səni görməyəcəyəm. Amma dünyadan səndən doymadım həyata. Mənim üçün çətindir həyata. Bütün qızlar, uşaqlar, hər biri soruşacaq, atananı, mən səni axtaracağam. İmam Hüseyin ağa deyir, bastı bağrına. O qədər ağladı bu uşaq ki, gözünün yaşı İmam Hüseynin simasında yer tutdu. Dedi, ya Səkinə, heç qəm yemə, biz görüşəcəyik, biz bir gün yenə də qaydacağıq. Dedi, ata, dağılaydı bu dünya ki, bu halətdə sizlərə zülm elədilər. İmam Hüseyin əleyhissalam bir hal ilə sakitləşdirdi, dedi, mən qaydacağam. Həzrət İmam Hüseyin əleyhissalam xanım Səkinəni bir halla sakitləşdi, meydana gəldi. O halə ki, qoydular Həzrət İmam Hüseyni, nizə atan kim, ox atan kim. Kərbəla torpağının üstünə Zülcanahıdan düşəndə o heyvan dəli vəhşi oldu. Qaçdı xeymələrə. Elə ki, Həzrət İmam Hüseynin o atını xanım Səkinə gördü uzaqdan, gördü at qan içində. Körpə uşaq bilmədi neynəsin. Heyvana tərəf gəldi, onun rükabından yapışdı, dedi, ey Zülcəna, mənim atamı hara qoydun gəldin sən? Ne üçün tənha oldun sən? Hanı mənim atam? Deyir, heyvan özü ağladı bu hadisəyə, göz yaşı döktü. Tarixdə var ki, İmam Hüseynin o atını da doğradılar. Onu da zülümlə öldürdülər o atı. Peyğəmbər balasına belə divan çəkdilər. Həzrəti xanım Səkinə deyir, o halətdə ki, Kərbəla hadisəsi İmam Hüseyinlə tamamlanandan sonra deyir, od vurdu zalimlər xeymələrə, xanım Səkinə deyir, qaçdı ki, atasını axtarır. Atasını axtarır ki, hanı mənim atam?
Tarixdə var deyə bir sərkərdə gəlir, Kərbəlaya yetişir, görür, subhanallah, bir dənə qız uşağı qaçır, yanır o uşaq. Kürəyində paltarı yanır. Deyir, qaçdım, söndürdüm onun paltarını, dedim, qızım, sən suz olarsan, bəlkə su verim içəsən. Dedi, hanı su? Açdım, deyir, öz qabımın suyunu, deyir, verdim ona. Dedi, bu su mənim atam şəhid oldu, ona bu sudan verdilər. Dedim, mən bilmirəm axı hadisələrdədir. Dedi, bu su üçün mənim əmim Əbbas getdi, gəlmədi. Qardaşım Əli Əkbər getdi, gəlmədi. İndi bu suyu mənə verirsə, içmirəm bu suyu. Xar olaydı bu su ki, bu suya görə hər şeyimizi itirmişik biz. O suyun sahibi də özləri idi. Xanım Zəhra idi o suyun sahibi. Zaman gəldi ki, o suyu da onlara çox gördülər. Seyələmüllezine yəngəlibu yüqəlləb. Allah Kərbəla şəhidlərini hörməti xatirinə dualarımızı qəbul eləsin. Allah bizləri Həzrət İmam Hüseyin məktəbindən ayrı salmasın. O məktəbdə bizi sabit qədəm eləsin. Qəlblərimizi Əhl-i Beyt eşqi ilə daim yaşatsın. Zalimlərə, Yezid lənətullah kimi, Yezidin özü, onu kimi sevənlərə, onu tərifləyənlərə Allah lənət eləsin. Dualarımızın müstizabə etməyinə, zamanə imamının bizdən razı qalmağına 3 dənə müqərrər səlavat hədiyyə edək.